Salam. Bugün mən sizə Dostech mağazasında yeni məhsul olan Galaxy Note Pro haqqında məlumat verəcəm. Qeyd edim ki, Galaxy Note Pro yanvar ayının 6-sı 2004-cü ildə istehsala buraxılmışdır və çox qısa zamanda artıq Azərbaycanda əldə edə bilərsiniz. Gördüyünüz kimi ilk baxışdan bütün not ailələrini bizə tanış, yəni bildirən görünüşə malikdir, amma olduqca şişirdilmiş parametrlərə və kifayət qədər geniş ekrana malikdir. 12,2 düymlük, yəni 309,7 mm-lik LED ekran sizə istifadə zamanı Bundan başqa sizə Galaxy Note-un istifadəsində dəyişiklik, daha doğrusu dizaynda olan dəyişiklikləri göstərmək istəyirəm. Digər modellərdən fərqli olaraq Note Pro-nun alt hissəsində heç bir interfeys yoxdur. Bu yan hissədə əvəz olunub və bu da istifadəsini asanlaşdırır. Siz məsələn bunu hansısa bir altlığa yerləşdirəndə heç bir interfeysin bağlanmamağına kömək edir və bu da ona istifadə vaxtı rahatlığımızı təmin edir. Gördüyünüz kimi sağ divar tərəfində bir mikro sim kart yeri yerləşdirilmişdir. Bu sim kart həm zəngləri, həm SMS-ləri, həm də internetdən istifadəni dəstəkləyir. Bir mikro SD yeri yerləşdirilmişdir. Bu mikro SD 64 GB-a qədər Note-un yaddaşını artırmağımıza kömək edir. Qeyd edim ki, Note Pro-nun öz yaddaşı 32 GB təşkil edir. Bu hissədə gördüyünüz USB çıxışıdır. Eyni anda həm enerji yığır, həm də ki, məlumatlarınızı digər bir avadanlığa ötürə bilərsiniz. Gördüyünüz kimi həcmi genişləndirilmiş dinamik həm sol, həm də ki, sağ tərəfində yerləşdirilmişdir. Digər tərəfdə isə heç bir çıxıntı yoxdur. Üst hissəsində istifadəsini asanlaşdıran güc düymələri yerləşdirilmişdir. Bunlardan səsi tənzimləmək üçün istifadə olunur. Eyni anda ekranı bloka qoymaq üçün nəzərdə tutulmuşdur. Bu hissədə gördüyünüz çıxış hissə Note-u idarəedici qurğu kimi istifadə etməyimizə kömək edir. Displeydə, daha doğrusu ekranında heç bir əlavə düymə yerləşdirilməmişdir. Sadəcə aşağı hissəsində sensor düymələr istifadəsini asanlaşdırmaq üçün və bir güc düyməsi baş menyuya qayıtmaq üçün yerləşdirilmişdir. Bundan əlavə qeyd edim ki, Note Pro Android 4.2 versiyası ilə təchiz olunmuşdur, amma yeniləmə sayəsində 4.4 KitKat etmək mümkündür. 4 nüvəli Qualcomm Snapdragon 8000 və Exynos 50 Octa prosesorları ilə təchiz olunmuşdur. 1,9 və 1,3 GHz tezliklərlə iki prosesorla işləyə bilər. Eyni vaxtda məlumat verim ki, Azərbaycan dilində olan menüsü daha rahat istifadəsi üçün bizə rahatlıq verir. Naqilsiz qoşulmalarından Wi-Fi, Bluetooth, eyni anda DLNA və digər başqa bağlantılarla istifadə etməmiz mümkündür. Bundan başqa telefon Note-da Screen Mirroring adlandırılan bir proqram da vardır ki, bu proqram cihazın ekranını başqa cihazlarda paylaşmağa kömək edir. Yəni, eyni hansısa bir proyekt haqqında istifadə edərkən digər cihazların da ekranında eyni proyekti axtarmamıza, yəni eyni proyekti görməmizə kömək edir. Səsləndirməsindən demək istəyirəm sizə, səsləndirilməsi olduqca yüksək səs sisteminə malikdir. Eyni anda istifadəsində gələn zənglərə istədiyimiz titrəməni də verə bilərik. Bundan başqa
çox pəncərəli istifadəsi mümkündür. Bu istifadə etdiyimiz faylları bu gördüyünüz hissə tərəfindən biz 4, 2, 3, 4, hətta 5 pəncərə eyni vaxtda ekrana yerləşə biləcək dərəcədə artıra bilərik. Məsələn, SMS istifadə etdiyimiz vaxtda biz həm də ora qalereyada olan şəkillərimizə və yaxud da ki, hər hansı bir S Pen qələmi ilə işlədiyimiz digər proyektdən istifadə edə bilərik. Eyni vaxtda 2 pəncərədən istifadə. Bu, ən çox sosial şəbəkələrdə gəzməyi xoşlayan istifadəçilər üçündür. Çünki eyni vaxtda həm Twitterdə tweetlərimizə, həm Facebookda bildirişlərimizə nəzarət edə bilərik. Bundan başqa, Notun öz belə deyək, daxili yaddaşı bayaq qeyd etdiyim kimi 32 GB-dır və bu 32 GB tam boş yaddaşdır. Eyni vaxtda bildirim ki, Notun digər parametrləri, yəni digərlərindən özəllikləri haqqında birazdan məlumat verəcəm. Və bildirmək istəyirəm ki, Notda olan əlavə, yəni yerləşdirilmiş kamerada bizə həm istifadə etdiyimiz internetdən, həm də ki, eyni vaxtda təcili fotolarımızı çəkməyimizə kömək edir. Arxa tərəfində gördüyünüz kiçik dizaynla, lakin 8 megapikselli çəkilişə sahib olan, 1080 pikselli də video çəkilişə sahib olan kamerası yerləşdirilmişdir və qaranlıq yerdə LED işıqlandırılması vardır ki, bu da bizə xatirələrimizi yaddaşda saxlamamıza kömək edir. Ön hissəsində isə 2 megapikselli kamera yerləşdirilmişdir. Bu da bizə eyni vaxtda həm özümüzü, həm də ki, Skype-la istifadə edərkən qarşıdakı insanı görməmizə kömək edir. Digərlərindən fərqli olan yeni bir texnikası isə yəni dual kameranın bir yerdə işləməsidir. Həm arxa, həm ön hissədəki insanı eyni vaxtda çəkmək mümkündür. Və çəkiliş zamanı rejimlər mümkündür. Avtomatik çəkiliş, mənzərə çəkilişləri və yaxud da ki, istifadəsində yəni tərpənişli, hərəkətli olan çəkilişlər mümkündür. Və əlavə bir proqram səsli çəkmə proqramıdır. Yəni şəkil kimi çəkir, lakin şəkildə danışan adamın səsini də yaza bilir eyni vaxtda. Bu digərlərindən fərqli olan bir çəkiliş qaydasıdır. 9500 milliamperlik akkumulatoru, onun istifadəsini bizə kifayət qədər lazımlıdır, kifayət qədər bəs eləyən dərəcədədir və bundan əlavə enerji qənaət rejimi də vardır. Bu Notda qeyd edim ki, ekran enerjisini qoruyur və yaxud prosesorun enerjisini qoruyur, yəni istifadə etdiklərimizi ancaq akkumulatordan istifadəyə kömək edir. Bundan əlavə xüsusi imkanlar haqqında məlumat vermək istəyirəm sizə. Burada gördüyünüz kimi ekran şəklini çəkmək üçün sağ hissədən sol hissəyə keçirərkən ekran şəklini çəkə bilir və yaxud da hər hansı bir videoya baxdığımız anda istifadəçi başını digər bir hissəyə keçirdiyi anda ağıllı pauza adlandırılan bir istifadəsi var. Məsələn, hər hansı bir videoya baxdığımız anda Məsələn, hər hansı bir videoya baxdığımız anda başımızı digər bir hissəyə çevirdiyimiz vaxt o artıq öz pauzasını verir və baxmır, yenidən həmin videoya baxdıqda qaldığı yerdən davam edir. Bundan başqa istifadəsini rahatlaşdıran ovuc hərəkətləri də vardır ki, səs sizə qoymaq üçün, yəni planşetdə zəng gəldiyi anda və yaxud hər hansı bir videoya baxdığımız anda ekranın sadəcə olaraq hiss edici sensoruna əlimizi, ovucumuzu qoyduqda səssiz rejimə keçir. Və planşetdən heç bir hərəkətlə istifadə etmədən, yalnızca ekrana baxdığımız anda ağıllı qalma adlandırılan bir funksiyası da vardır ki, ekran işığı sönmür, istifadə etməsək belə. Bundan başqa ağırlı fırlatma. Qeyd edim ki, digər modellərimizdə ekran həm düzünə, həm də ki, bu formada fırlana bilər. Amma bunda isə istifadəçinin üzü formasında, yəni nə tam axıra qədər, nə də tam dik formada əyildiyi anda özü avtomatik tənzimləməni qurur. Yəni nə tam fırlanır, nə də tam düz qalır. Bundan başqa siz bunun öz daxili içində olan proqramlarından istifadə edə bilərsiniz. Bu əsasən
qeyd edim ki, iş adamları üçün nəzərdə tutulur, ofislər əlaqəli olanlar üçündür. Üzərində gördüyünüz notların əsas aksesuarın S Pen qələmidir. Bu digərlərindən daha çox sürətləndirilmiş formadadır. Və daxilində olmuş proqramlar, hansı ki, ofis işçilərinə daha çox yararlıdır. Bu meeting proqramıdır və digərlərinə Business Week proqramıdır. Bunlar eyni vaxtda digər cihazların ekranında bir proyekt barəsində istifadə edən istifadəçilər üçün eyni vaxtda proqramı paylaşmaq üçündür. Smart Remote proqramı isə bildiyiniz kimi bu digər modellərimizdə, digər brendlərdə də rast gəldiyimiz Smart Remote-dur. Bu da istənilən avadanlığa idarəedici qurğu kimi istifadə etməyimizə kömək edir. Qeyd edim ki, yenilikləri ilə daha çoxdur və yenilikləri digərlərindən onu üstün etməyə və kifayət qədər marağa səbəb olmağa kömək edir. Bu modeli istifadə edənlərdən, ilklərdən olmaq istəyirsinizsə, Dostech mağazalarına yaxınlaşa bilərsiniz.